Bugün Ucar rayonunda sahibkarlara daha 3 adda 53 texnika lizinqə verilib. Onlardan 38'i taxıl biçən kombayndır. Bu münasibətlə keçirilən tədbirdə Kənd Təsərrüfatı Naziri Heydər Əsədov da iştirak edib. Kənd Təsərrüfatı Naziri Heydər Əsədov Ucar rayonunda Agrolizing Açıq Səhmdar Cəmiyyətinin xətti ilə ölkəyə yeni gətirilən kənd təsərrüfatı texnikalarının təqdimatında iştirak etdi. Cəmiyyətin Ucar rayonları arası tədrisat bazasında yeni texnikaları lizinqə götürən fermerlərlə görüşən nazir onların problemləri ilə yaxından tanış oldu. Nazir bildirdi ki, lizinq xidmətlərinin daha da artırılması mərhələsinə keçilir. Lizinq vasitəsilə satılan, lizinqə verilən texnikadan həm istifadə səmərəliliyi yüksək olur, həm də pulların yığımı daha çox olur ki, növbəti biz o vəsaiti toplayaraq yenidən ikinci mərhələ üçün texnika alışı prosesini həyata keçirə bilirik. O da bildirildi ki, tədrisat bazasında kənd təsərrüfatı texnikaları üçün lazımi qədər yedək və ehtiyat hissələri var. Bu il ölkəyə gətirilən kombaynların əksəriyyəti isə Rusiya istehsalıdır. Buna səbəb həmin texnikaların ucuz olması və müəyyən dağlıq ərazilərdə daha səmərəli işləyə bilməsidir. Bu texnikanı biz götürməkdən məqsədimiz odur ki, kənd təsərrüfatı məhsullarını itkisiz yığaq. Biz əvvəlki texnikalarına başlayırdıq may ayından avqusta qədər biçim biçirdik. Yəqin ki, bu texnikalar biraz tez itkisiz yığacaq məhsulumuz. Tədbir çərçivəsində sahibkarlara 3 adda 53 texnika lizinqə verildi. 38 taxıl biçən kombayn, 3 ədəd traktor və 6 ədəd müxtəlif təyinat texnikanın sənədləri sahiblərinə təqdim olundu. Aytən Babazadə, Elnarə İbrahimova, Samir Cəbiyev, Ucar.